Hamınıza salam uşaqlar, necəsiz, nə edirsiniz? Uşaqlar, bu gün deməli birinci videomuzda mən qorxunc bir meşəyə girmişdik. O meşədən nə qədər qorxulu hadisələr gəldi və girin onu like atın, abunə olun, bildirişləri açın və bundan sonra çox video gələcək. Deməli uşaqlar, mən o ilk videoda adamlarla tanış olmuşdum, Yusif Kənan. Mən o videonu çəkdikdən sonra həmin uşaqların evinə getdim və orada böyük bir razılıq aldıq. Onlarla bir yerdə artıq bu hesabı üçümüz işlədəcəyik və hamımızın hesabı olacaq. İndi o uşaqlar yenə də mənim yanımdadır və sizə onları göstərim. Salam dostlar, necəsiz? Çox yaxşı olduq ki, biz üçlü qrup olduq. İnşallah ki, çoxlu qorxulu videolarımız gələr. Və indi də bu əraziyə girəcəyik. Buralar çox qorxulu bir hadisələr olub. Şimdi keçirik dostumuza. Hamıya yenidən merhaba deyirəm. Buralar təbii qorxuludur. O bizim meşədən daha qorxunc ola bilər bura. Heç girməmişik. O bizim meşədən çox qorxuncudur. Heç girməmişik. Evet uşaqlar, indi mənim sualım. Deməli, bu ekip olmamız Yusif Kividən məni sevindirdi. Əslində bu qərarı mən aldım ki, belə bir dostlarım tapmışkən bu şansı dəyərləndirim. İndi isə gedəcəyimiz sınır bölgəsi, yəni qorxulu yer. Baxın, bu ərazidir. Bu ərazidə mənim haqqda danışacaqlarım araşdırdığımıza görə bu ərazidə çox itki adamlar yaşayıb. Əvvəllər insanlar burada qalırmış da eyni zamanda. Həm də damları var. Çox çökülmüş damlardır, sizə belə çəkim. Çökülmüş damlardır. Mən bunu araşdırdığımda insanlar əvvəllər burada qaldıqda gecə saat 2-3 gibi saatlarda narahat səslər gəlirmiş, qışqırıq səsləri, sonra belə uşaq ağlaması səsləri, qorxunc ağlama səsləri, su axma səsləri. Biz də bugün bu yeri seçdik. Deyirlər ki, itlər də olar, amma biz yenə də önləmimizi alıb gedəcəyik. Araşdırdığımız bu idi. Sadəcə bilmirəm necədir. Bütün insanlar köçüb buradakı. Biz yaşaya bilmirdik. İnsanlar da qorxurdu. Onu da ki, xəbərlərdə imza verdik. Bəli, ekiblə bir yerdə indi ora gedəcəyik. Və indi gedirik və burada videonu dayandırırıq və ora çatanda videonu başladacağıq. Sağ olun uşaqlar. Uşaqlar indi ekiblə bir yerdə irəliləyirik qarşıya. İndi qarşını sizə çəkim. Kənan qabaqda gedir. Yusuf mənim yanımda. Belə bir ağaçlıq yerə çıxırıq. Amma bilmirik indi qarşımıza nə rastlaşacaq. İndi burada nələr var? Heç nə bir fikrim yoxdur. Burada xaldenik. Düşmüşəm kukası. Ola bilər. 100% ola bilər. Bizim ilk videomuzda bakın ismimiz düşkün uşağı. Hemen girip bakın. Ola bilər. Burada çox şüşələr var. Ayakkabıya lan. Lılıqlarla Böyle olar. bir şey. Bir yerdik. Sadəcə mən bilmirəm nə ilə qarşılaşacağam. Uşaqlarla bir yerdə mən də irəliləyirəm. Getir qabı. Buralarda yəni mənim bilmədiyim çox şeylər var. Və bu gün buranı sizlə araşdıracağıq. Və Göyçay yayınızı yenə də birinci videomuzdan naşniklər zadlar var burada. Göyçay burada. Yenə də buranı araşdıracağıq. Orada insan qalır. Uşaqlar. Sadəcə çox adam köçməyib. Bu hadisələrdən bitəndən sonra insanlar gəlib. Amma sadəcə şəxsən bu iki evə insan girməyib. Sadəcə Yusif Buraya yazılıb ki dostlar. Biz belə bir şey tapdıq. İndi bilmirəm Yusif ki razı olacaq. O damdan biraz baxmaq istəyirsiniz. Gedəyim baxaq. Ha, biraz yaxınlaşaq. Macerayız. Macərayıqdır. Qorxun da ki, qorxu hekayə. Qorxu nə qoymuşduq? Adı yadımdan çıxdı. Qorxulu həyatdır. Orada renkli dam var. Renkli dam. Qorxu çözülmüş. Baxın o şey qırılmış. Ola, it burada olmaz. Mən bir burada it görmüşdüm. Gəlməmişsən. Ya, tərəfdədir. Ben qorxuram. Deməli, Kənanla bir Səs gəlir. it gəlir. Buraya hiç ona baxın. Renkli dam. Elinə kim oxuyor? İndi Joker evi də altın qoymayın. Ya, inşallah. Biz buradan necə çıxacaq, xilas olacaq bilmirik. Belə renkli dam var.
kadar pis şey Saç var. kurutma makinesi. De bunu tapdım. Bir de bu video ailenizle izliyorsanız bir like atın. Güzel. Tek izliyorsanız like atın. Arkadaşlar bir de siz bu videolara like atın, abone olun. Dostlar buraya bakın. Böyle bu tarafa gider. Dostlar. Ay o tarafta it var. Burada delikler var. Delikler arkadaş. Bakın. Delikler var ama içi boş. Neyse Kimse arkadaşlar. çekmez. Beni bir çek Yusuf. Beni bir çek. Çek. Ay. Durun. Onun ihtiyatlı ol. Kimse çıkmaz. Korkulu anlar. Allah'ım. Ya Rabbim ya Resulallah. Kimse yok. Sesler geliyor. Kimse yok. Hiç kimse yok ve kimse yok arkadaşlar. Tek bir ormandayız. Sesler geliyor. Dur. Bakın. Böyle sesler geliyor. Gitmek. İç sesleri. Ne yapayım arkadaşlar? Sizin için kendimize risk atarız. Siz bu itler var ya burada. Ben birinci ölmüştüm. İşte buraya bakın. Oy onun patladı. Dostlarlar şimdi bakın. Maşallah yerden bir şeyler tapır. Ayağım. Hiç şeye basmayalım. Allah. Kesin sıcağıdı. Asir. Evet. Kaçar. İğne. De iğne. Uyuruz. İğne. Bizi. Allah arkadaşlar. İğne gene iğne. Onda. Dostlar Şavar yine de iğne. 2 dakika fasıla değil. Yine de iğne taptık. O bir şey vlogumuzda kimi. Uy dostlar. Ben de solar. Bir Dostlar yandan bu ne şey siz bilirsiniz. Atır kavuna pıs pısını. gelin biraz böyle bir yer tapdım. Tamam var. Yusuf ben çek. Böyle bir yere de başladım. Elə bu cəmaatın evi yox şey. Yox, heç kim yoxdur deyəsən burada. Düş. Kimsə varmı orada? Adaptır. Oy arkadaşlar, adaptır tapdıq. Şavar həyat toyuqlar var. İnsanda yaşayan meyveler var. Belə bir dənə taxta. Bırak bunu. Nar var yerdə. Nar ağacı. Gel. Arkadaşlar it köpek. Köpek. Şavar. Reski. Dedi orada. Reski çıktı kabağımıza. Ayda. Bağlı değil yok. Şavar. Şimdi hemen çek. Reski çıktı. Reski çıktı. Arkadaşlar. Yüreğim tuttu. Size video çekemedik. Ama burası korkunç araştırmalarda da işlediniz. Yüreğim dayanıp par atıyor. Eli vurursanız görürsünüz, vurursan. Oha kalbimler. Yani oraya geçmeye her adamın yani işi olmuyordu. Arkadaşlar Biz de size göre. burası çok kötüydü. Yani o köpek bize saldırabilirdi ya. Arkadaşlar buraya kesinlikle önleminizi almadan gelmeyin. Önlemsiz gelmeyin. Olay çok kötü. İt de şuradaydı. Hemen sesimi geçtiğim gibi kalbim koptu. Atık idi o Yusuf. Diyorsun. Evet dostlar. Gelin buraya. Bir vlogumuzun da daha sonuna geldik. Demek olar sağ olun. Yani bu videomuz da böyle bitti. Özümüzün yerinde risk attık. Korku hikayesinin ikinci partı. Sağ olun dostlar. İkinci part. İhtiyacı oturuyor. Yo, ikinci part gələcək dostlar. Sağ olun. Sağ olun. İndi soğur çatırız. Girin baxın. Doğru.